Birinci növbədə deyək ki, tədbir çox möhtəşəm keçir. Eyni zamanda 15 ölkədən çox nümayəndə var və digər tərəfdən gördüyünüz kimi həm siyasi partiyaların nümayəndələri, ictimaiyyətin nümayəndələri və bütövlükdə deyək ki, bu gün Azərbaycan cəmiyyətini təmsil edəcək çox böyük bir nümayəndə heyəti və qeyd etdiyimiz kimi xarici ölkələrdən gələn qonaqlar var. Və mahiyyət ondan ibarət ki, bu Qurtuluş gününə həsr olunubdur və Qurtuluş günü Azərbaycan xalqının tarixində çox əhəmiyyətli bir gündür. Qurtuluş günü Azərbaycanın demək olar ki, elə bir dövlət kimi müstəqilliyinin bərpası deməkdir və Ulu Öndərimiz Heydər Əliyev əgər 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gəlməsəydi, təmsil olunmasaydı, satqın, xəyanətkar, səriştəsiz xalq cəbhəsi və Müsavat artıq Azərbaycanın müstəqilliyinin məhv olma ərəfəsinə gətirib çıxartmışdı. Qurtuluş bizim tariximizin qızıl səhifəsidir. Ulu öndərimizin hakimiyyəti gəlişi ilə Azərbaycan parçalanmadan, xaosdan, qardaş müharibəsindən, vətəndaş müharibəsindən xilas oldu. Əlbəttə ki, belə bir günün qeyd olunması, belə bir gün ərəfəsində Şuşada beynəlxalq bir konferansın keçirilməsi, bu konferansın bir avazda qlobal təhlükəsizliyə həsr olunması rəmzi məna daşıyır. Çünki Ulu Öndərimiz həmişə bəşəri ideyalar, dünyada sülh, əmin-amallıq, qardaşlıq uğrunda mübarizə aparıb və bunu əməlləri ilə, fəaliyyəti ilə sübut elədi. Əlbəttə ki, belə bir dövrdə bir neçə il bundan əvvəl 21-ci ildə elə bu tarixdə Şuşa bəyannaməsinin imzalanması da məhz Qurtuluş gününə verilən bir önəmin ifadəsidir. Həm də o qurtuluşdan doğan bir azadlığın təntənəsi idi ki, həmin gün artıq həm biz Şuşamız azad idi, həm Azərbaycanın torpaqlarının müəyyən hissəsi azad idi və belə bir gündə bu bəyannamənin imzalanması həm Türk-Azərbaycan qardaşlığı üçün çox vacib və əhəmiyyətli idi. Həm də gələcək məsələlərin həlli üçün çox vacib idi. Çünki antiterror tədbirləri hələ keçirməmişdi. Torpaqların bir hissəsi bizim qədim tarixə mal olan Xankəndimiz, eləcə də bizim Xocalımız, bizim Əsgəranımız, digər rayonlarımız hələm düşmən əsarət altındaydı. Ona görə də bu bəyannamənin imzalanması bizə imkan verirdi ki, gələcəkdə təhlükəsizliyimizin təmin olunması, eləcə də yeni müharibə şəraitində biz imkanlarımızı genişləndirək. Hər şeydən əvvəl bütün xalqımızı Qurtuluş günü münasibəti ilə təbrik edirəm. Eyni zamanda bilirsiniz ki, bu gün biz həm də Şuşa bəyannaməsinin il dönümünü qeyd edirik. 2021-ci il iyun ayının 15-də Şuşa bəyannaməsi imzalandı. Bu da bir simvolik məna daşıyır. Məhz iyun ayının 15-də imzalandı. Ulu Öndərin deməli hakimiyyətə qayıdışının, Ali Sovetin sədrinin seçilməsi, həmin gün seçildi Şuşa bəyannaməsinin deməli imzalanması. Bu o ki qaldı bu tədbirə, tədbir həqiqətən çox böyük əhəmiyyət daşıyır, beynəlxalq bir tədbirdir, beynəlxalq konferansdır və onu deyim ki, bu artıq 5-ci bir konferansdır və hər il biz demək olar ki, bu konferansda iştirak edirik. Qlobal təhlükəsizliyə Cənubi Qafqazda sülh prosesinin verdiyi töhfə. Həqiqətən Azərbaycan modeli, Azərbaycanın sülh modeli qlobal təhlükəsizlik üçün olduqca vacib bir məsələdir. Bilirsiniz ki, Azərbaycan artıq bu qələbəni qazandıqdan sonra, qələbə əldə etdikdən sonra biz müraciət elədik Ermənistana ki, sülh imzalansın. Biz qalib gələn ölkə kimi, müharibəni qazanan bir ölkə kimi müraciət elədik. Düzdür, Ermənistan bilirsiniz ki, müəyyən müddət ərzində bundan xeyli manipulyasiya elədilər, hətta xeyli bir müddət ərzində onlar bu sülh danışıqlarına gəlmək istəmirdilər, amma axırda buna məcbur oldular və gördülər ki, Azərbaycanla sülh imzalanmasa Ermənistanın bir dövlət kimi perspektivi yoxdur. Ona görə də bax bu sülh prosesinə qoşuldular və nəhayət bunu dərk elədilər, başa düşdülər.
Və bildiyiniz kimi, deməli 2025-ci il avqust ayının 8-də Amerika Birləşmiş Ştatlarında, Vaşinqtonda Amerikanın prezidentinin iştirakı ilə, şahidliyi ilə bu sülh müqaviləsi paraflandı və indi biz gözləyirik ki, o sülh müqaviləsi artıq tam belə yuridik bir qüvvə alsın. Mən əminəm ki, yəqin bu belə də olacaq, çünki başqa cür mümkün deyil. Başqa cür mümkün deyil və Ermənistanın özündə də artıq dərk eləməyə başlayıblar ki, Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Eyni zamanda Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqənin o Zəngəzur belə deyək, dəmir yolunun çəkilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Və burada bir məsələ də var, Ermənistan konstitusiyasında dəyişikliyin edilməsi. Bilirsiniz ki, Ermənistanın müstəqilliyi haqqında həm bəyannamədə, həm də konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var və biz istəyirik ki, bu ərazi iddiası həmin sənədlərdən götürülsün. Və nəhayət Ermənistanda artıq həm Paşinyanın özü, digər Ermənistanın dövlət rəsmiləri də bunu dəfələrlə bəyan ediblər ki, bəli, biz bunu eləyəcəyik, Ermənistanın konstitusiyası dəyişdiriləcək. Çünki əgər biz sülh müqaviləsi imzalayırıqsa, bu necə sülh müqaviləsi ola bilər ki, sülh müqaviləsi imzalanır, amma Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası. Düşünürəm ki, bugünkü tədbir doğrudan da öz miqyasına görə həddindən artıq böyük bir tədbirə çevrilib və bugün 15 ölkənin qonaq olmasına baxmayaraq bizim mesajlarımız bütün dünyayadır və dünyada sülhün bərqərar olunması mesajı ən önəmli prioritetlərdən biridir bugün və bildiyiniz kimi bugün panellərdə də sırf sülhlə əlaqəli və gələcəkdə düşünürəm politologiya elminə, beynəlxalq münasibətlərə çox böyük töhfə verən bir mesajlar və töhfələr verildi. Gələcəkdə də həmin bu töhfələr və bugün Şuşada baş verən hadisə yəqin ki bir mütaliə predmetinə çevriləcək, dünyada öyrəniləcək dərsliklərdə və bugün də Azərbaycanın sülh məramlı olması, yəni bugün həm eyni zamanda dünya çarpında və eyni zamanda da yəni bütün dünyada gedən konfliktlərin əsnasında yəni bir sülh məramlı dövlət olaraq barış mövqeyisini əldə etməsinə bütün üslublarda köməklik etməklə və həmin o barışın yanında olmaqla qiymətləndirilir və Azərbaycan bugün verdiyi mesajlar doğrudan da dünya çarpında çox zəruri mesajlardır və bugün ən böyük trendlərdən biri dünyada da sülh məramlılıqdır və düşünürəm ki, bunu biz bugün eləyə bildik və bu tədbir doğrudan da çox mükəmməl və möhtəşəm keçdi. Təbii ki, bu çox sevindirici bir haldır ki, artıq Şuşada biz 5-ci ildir ki, tədbirlər keçiririk. Təkcə Yeni Azərbaycan Partiyanın tədbirləri deyil, böyük tədbirlər və bizim Ali Baş Komandanın apardığı siyasətin deməli burada keçirilməsi və xarici ölkələrlə, dost ölkələrlə və başqa tədbirlər də bilirsiniz ki, Şuşada çoxlu tədbirlər keçirilir və bugün Yeni Azərbaycan Partiyasının və digər bizə qardaş olan ölkələrin partiyalarının aparıcı partiyaların birgə burada Yeni Azərbaycan Partiyanın deməli burada tədbiri keçirilməsi və bir gün bundan qabaq Bakıda aparılan deməli görüşləri, orada bəyannamələrin deməli birgə partiyaların işləməsi üçün, gələcək üçün perspektivlərin deməli olması və qol çəkilməsi bu çox sevindirici haldır. Bugün burada bir neçə ölkənin çıxışlarını gördünüz. Onlar Azərbaycan siyasəti ilə dedikləri eşitdiniz və bu gələcəkdə sülhün bərqərar olunması və xalqlar arasında sülhün olunması və bütün dünyaya göstərməsi ki, doğrudan da Azərbaycan sülh tərəfdarıdır. Azərbaycan prezidentinin apardığı siyasət sülhə aparır. Buna bugün Ukraynanın çıxışını qulaq astınız və digər konflikt olan ölkələrdə olan konfliktlərdə deməli onların çıxışlarına. Onlar da belə bir arzudadır ki, bugün Azərbaycan kimi öz torpaqlarına və öz dövlətlərində sülh yaşasınlar və onların da qırğınlar kəsilsin, onların da həyatı bizim kimi öz torpaqlarının sərhədlərini bilsinlər və təbii ki, bilirsiniz ki, uzun müddət Sovet dönəmində SNG ölkələrinin hər birində bir problem var.
o problemlərdən yeganədir ki, Azərbaycan öz problemini həll elədi bu gün. Bu çox sevindiricidir və onlar bizə tam başqa cürə indi bugün bax. Dünya bizə başqa cürə baxır. Təbii ki, o konflikt olan ölkələr də bizə başqa cürə baxır.